Əgər sənin də uşaqlığın və gəncliyin 90-cı illərdə keçibsə, onda bu video sənə çox tanış gələcək. Çünki bir VHS kasetinin görüntüləri adamı illərlə geri apara bilir. 90'ların uşaqları məni yaxşı başa düşəcək, çünki biz başqa cür böyüdük. Bizim uşaqlığımız internetin içində yox, həyatın içində keçdi. Biz dostlarımızın nə elədiyini storydən yox, həyatdan öyrənirdik. Bizim ad günlərimiz birthday party deyildi. Restoranda, show proqramla yox, balaca evlərimizdə, böyük masanın ətrafında və maqnitofonda o vaxtın hit mahnıları ilə keçirdi. Biz məktəbdə bayramları öz sinifimizdə keçirirdik. Valideynlərimiz bir gün əvvəldən yığışıb sinifi bəzəyirdi. Bütün bu məclislər və tədbirlərin yükü analarımızın üzərinə düşürdü. Onlar heç süfrədə oturmağa vaxt tapmırdılar, amma bundan bezmirdilər. Və bütün bunlar bizə çox adi gəlirdi. Çünki hər şeydə sevgi var idi. Biz hələ insanların bir-birinə xəbərsiz gedib gəldiyi vaxtları gördük. Qonşuluğun doğma olduğu vaxtları gördük. Hamının bir-birini tanıdığı həyətləri gördük. Biz o vaxt fərqində deyildik ki, əslində çox xüsusi dövrdə böyüyürük. Biz keçid dövrünün uşaqları idik. Bir tərəfdə köhnə dünyanın sadəliyi var idi, bir tərəfdə isə yeni həyat başlayırdı. Biz həm küçədə oynadıq, həm kompüter klubuna getdik. Biz həm məktub yazdıq, həm də ilk SMS-lərin həyəcanını yaşadıq. Biz həyatın həm çətin tərəflərini, həm də insanların bir-birinə necə dayaq olduğunu gördük. Bəlkə də ona görə bizim nəsil biraz daha tez böyüdü. Biz öz arzularımızın dalınca düşüb dünyaya səpələndik. İndi bu uşaqlardan kimisi Amerikada, kimisi Avropada, kimisi Türkiyədə, Rusiyada, kimisi də başqa ölkədə ailəsindən, doğmalarından uzaqda yaşayır. Onlar bugün öz övladlarının daha parlaq gələcəyi üçün valideynlərinin üzünə, nəfəsinə, toxunuşuna həsrət çəkir. İllərlə heç bir dostlarının, qohumlarının xeyrində, şərində iştirak eləyə bilmir. Sevinclərini də, kədərlərini də uzaqda və təklikdə yaşayırlar. Uzaqlıq, ayrılıq, özünü sınamaqlar, bütün bunlar çox çətindir. Amma bu uşaqlar, bu nəsil güclü oldu. Çox güclü oldu. Hər ayrılıq onları qırmadı. Hər sınaq onları daha da möhkəm elədi. Və bəlkə də ona görə 90'ların uşaqları bugün də belə həyat doludur, hələ də səmimidir və hələ də sevməyi bacarır. Çünki bu nəsil bir şeyi dəqiq anladı. Həyatın çətinliyi ilə böyüyürsən, amma insanlığını və içindəki sevgini itirmirsən. Bax belə, o uşaqlar, o insanlar hələ də buradadır. Onlar keçmişin xatirəsi ilə, amma gələcəyə ümidlə yaşamağa davam edir. Mən də o uşaqlardan biriyəm. Çox sevinirəm ki, bu uşağın arzularının çoxsunu həyata keçirə bildim. Rejissor oldum, filmlər çəkdim və çoxlu gözəl insanlar, işıqlı ruhlar tanıdım. Bəs sən bugün öz uşaqlığına nə deyərdin?